Sakal. Katilleri de görüm. Bu günleri İran'dı yoksa bu günleri benim sualıma cevap vereceksin. Eğer sende insanlık vicdanı varsa. Bir danışacağız. Ay gelirəm seninle artık derecede. Sual verir Artık derecede. Git sen babulluğu vereceksin. Senin kimler özlerini hazırki dünyada özlerini nece Fransa, ondan sonra görüm İngiltere, bu günleri nece ki İsrail özlerinin kim olduklarını ortaya koyduğu gibi. Yani kimler de ortaya koyuyor. Allah'ın amanında kalır. Sana söz lazım değil. Senin kimlerinin nece sual verdin, deyirəm. Mənim yaxın coğrafiyamda ən böyük terror haqqını törədən İranın özüdür ki, mənim yaxın tariximdən daş, mənim Nadir Şahın dövründə mən İran adlı bir yer olmayıb, Əfşarlar imperiyası olub, mən də həmən imperiyanın bir parçası olmuşam. Mən sənə yaxın tarixdən sual verdim. Az qaldın gedib Adəmə dirənəsən. Elə olmuraq, mən sənə deyirəm ki, mənim torpağımın ərazi bütövlüyü təhlükədə olanda, mənim xalqıma soyqırım ediləndə, mənim müsəlman qardaşım, canım, gözüm, dırnağımın mayası hardaydı? Rus əmilərin xətrinə dəyməsin deyə neytral durmuşdu, saçsıza çəkildi, durdu qıraqda ki, müttəfiq Rusiyaya birdən xətrinə dəyərik. Çəkildi, durdu qıraqda. Mənə Türkiyəni savunmaya, Türkiyənin özü də Rus əmilərin xətrinə dəyməsin deyə 1918-ci haqq 19-cu ildə bizim üzünü söndürdü o yana. Məsələ bu deyil. Məsələ budur ki, ən böyük terroru mən görürəm ki, İran eləyir. Suriyada görürəm bunu, Əsəd rejimində görürəm, Əsədin elədiyi haqq hesablarda görürəm. Elə bir öz xalqına zülm eləyən Əsədə gedib sırf Rusiyanın xoşuna gəlsin deyə paddeşka verməyini də görürəm. Mən deyirəm, mənim düşmənim bir nömrəli Rusdur, 2 nömrəli Farsdır. Ermənisi, osu, busu hamısı bizim daxilimizdə olan etnik qruplar idi, qəsdən qızışdırırlar. Səbəb də odur ki, Azərbaycanın nefti, qızılı, gümüşü var deyə bizim inkişaf etməməyimiz üçün qabağımıza blokada qoydular. Qardaşım, mən bugünkü gündə deyirəm, 2 dənə imperialist ölkə var ki, hansı ki, lazım gələrsə işğaldan, terrordan, təcavüzdən əl çəkmirlər. Bunun biri Rusiya, biri də İrandır. Qardaş, Amerika nə edir? Əcəb eləyir. Yaxın tarixdən danışıram. Mən Nuh Nəbidən danışmıram. Televiziya var idi, video var idi, hər şeyin sübutu var. Mənim Qarabağımı tarimar eləyən həmən İran hökumətinin vətəndaşları idi. Kamazlarla gəldilər. Mənim anamın, başımın qoyub qaçıb getdiyi, öldürülərək canını güclə götürüb qaçıb getdiyi həmən evləri gəldilər, yağmaladılar. Darvazamı söktülər mənim. Nəyə danışırsan sən? Mənim unitazımı çıxartdı getdi. Mənim taxtadan olan tualetimi söktü apardı evində. Odun peçinin içində yandırdı. Nəyə qoyub, nəyə danışır? Şiverimi söktü apardı. Mal tövləsinə dam vurdu. Nədən danışırsan sən? Nə vətənpərvər oldu? Acana, bax bu qədər acana. Yaxın tariximi mənim niyə unudursan? Mənim nə qədər insanım qətlə yetirilib. Həmən qətlə yetirilən məsələlərdə nədir? Argumentə bax. 3 dənə kolluğun içinə top qoyubdu. Nədir? Səhərsi gün birdən Azərbaycandakı şiyələrə ehtiyacı olar. O şiyələr bundan üz döndərməsin deyə 1-2 dənə topla paddeşka eləyir ki, gələcəkdə şiyələrin qabağına Azərbaycan hökuməti bu faktları qoyanda şiyələrin də bir argumenti olsun deyə topla acana zaşşat eləyib. Və ermənilərə nə qədər yardım elədi? Havayı nə qədər produkt göndərdi? Həmən ermənilər də deyir ki, bizim sağ qalmağımıza əsas səbəbi İranın bizə vaxtı ikən göstərdiyi böyük dəstəklər olub. Get gör, sən İranda rahat fırlana bilirsən, yoxsa ermənilər? Bir gedin baxında, erməninlə orada sporun düşsün, sənin ağzını cırvına axadıb basırlar, şallağa, mallağa, deport edirlər. Amma ermənilər gör orada necə rahat fırlanır. Samir bəy, necə olur ki, ermənilər bugünkü gün Rusiyaya öz avtomobili ilə heç nəsiz rahat girib fırlana bilir. Amma mən qardaşım olan İrana, din qardaşım olan, nə din qardaşı, 45 milyona xalqım var mənim orada. Mən orada rahat hərəkət eləyə bilmirəm. Məni incidirlər. Orada da incidirlər, Rusiyada. Mən yetiməm, mən meydanda təkəm. Mənim marağım bugünkü gün ölkəmin ərazi bütövlüyüdür ki, ölkəmin ərazi bütövlüyünə də İran problem yaradır, Zəngəzur dəhlizinə problem yaradır. Mən ona görə də Amerikanın hazırki tutumuna xoşuma gəlir, tərəfindəyəm. Bir vətəndaş olaraq birinci, bax dindən deyirsiniz, dində Peyğəmbər buyurur birinci özün, sonra ailən, sonra ətrafın.
Mənim də dövlətçilik anlayışımda birinci özüm, sonra ailəm, sonra qonşum. Birinci öz hökumətimi fikirləşməliyəm. Çünki mənim hökumətim mənim ailəmin təhlükəsizliyini, yaşamağını təmin eləyir. Ondan sonra baxaram qonşuma, hansı qonşu tarixdə mənə hansı xəyanət eləyib. Biz helikopteri də unutmamışıq, amma o birisi şeyləri də unutmamışıq. Hər şeyi yaxşı görürük. Yalandan deyirlər, bu ermənilər bizə hücum eləyəndə körpünü açmadılar, Şicama çayı açdı getdi İrana. Çayı kəllə vurdu getdi o tərəfə. Hər şeylə mi danışırsınız? Ağzınıza gələn nəysə də monoloqa çevirmək istəmirəm. Buyursun kimin arqumenti var danışsın. Salam, xoş gördük değerli dostlar, xoş gördük Samir Bey, her birinizi akşamınız xeyir, işiniz avanlı olsun. Bir neçə gündür Samir Bey bu İran mövzusundan, aktual mövzuyla danışır. Samir Bey biz için ben təvəkküllər abi düz danışan olaram. Değerli bir insandır, məntiqli, savadlı, səbirli bir insandır. Belə ziyalılara bizim ihtiyacımız var. Qaldı ki İran mövzusuna, yani İran dövləti ayrıdır, molla rejimi ayrıdır. Yani belədir. Dövləti idarə edən hal-hazırda orada molla rejimidir. Molla rejiminin, yani bizim Azərbaycanımızın bir parçası olan Cənubi Azərbaycanımızın Ayətullah Xomeyni hakimiyyətə gəldikdən sonra bizim Cənubda yaşayan 40-45 milyona yaxın Azərbaycanlıların demək təhsil hüququ, Azərbaycanlıların səs vermə hüquqları əllərindən alınır. Hal-hazırda ki İranda olan molla rejimi bizim Azərbaycanımız üçün, türkçülüyümüz üçün böyük bir təhlükədir. Müharibə belədir, əzizlərim. Müharibədə heç kəs müharibəni heç kəsə arzulamasın. Müharibə böyük itkilər, büyük iqtisadi sorunlar deməkdir. Lakin bu müharibədə bizim Azərbaycanımıza, Azərbaycançılığımıza mani olan, İranda olan molla rejimi hakimiyyəti doğru düzgün mövqedə olmayıb və olmayacaqdır əgər orada hakimiyyətdə qalsa. Mən Vahid əmi sözümü balla kəsən fikir versənmi? İranda da ölənlərin əksəriyyəti Güney Azərbaycanlılar da, onları verirlər. Aydındır. Mən gələcəm ora, Natiq. Ben bir dəqiqə icazə vermə, ben gələcəm ora, belədir. Yəni ki, müharibədə qaldı ki, o məlumatların verilməsi, bir nəfər şərh etdi, müharibə aparan ölkələrdə, yəni istər rəsmi, qeyri-rəsmi məlumatlar var ha. O müharibə aparan ölkələrdə, yəni aparılan ölkələrin daxilində olan prosesləri informasiya senzurası var. Oradan kesirilir, verilir. Yani onların rəsmi, qeyri-rəsmi ona inanmaq lazım değildir. Yani ki, müharibənin qaydaları belədir. Qaldı ki, hal-hazırdakı İrandakı vəziyyətə, yani İranda, mənim bu şəxsi fikirlərimdir, molla rejiminin dəyişdirilməsini mən tərəfdarıyam. Yani molla rejiminin, yani mollaların daha demokratik, azad düşünceli bir İran'ın olmasını tövsiye edirəm. Əfsər olsun Bulutxan kişi bizim için değerli insandır, ancak biraz sözlerde bilirsiniz anlaşılmazlığı var. Yo, mən şəxs olaraq onun şəxsiyyətinə gələcəm ora, üzr istəyirəm. Şəxsiyyətinə hörmətim var, amma fikirləri çox Aydın, yox, üstünə getməyə ehtiyac yoxdur, belədir. Bulutxan kişi yani belədir. Bulutxan kişi yaxşı bir sual verdi. Burada bir halda var. Yani Amerika'nın, İsrail'in, diğer ülkelerin yani İran'ın parçalanması yolu var. Parçalansa ne olabilir? Biz için parçalanmasa ne olabilir? Yani bizim xeyrimiz, şərimiz nədir? Biz için fərq etmez. Parçalansa bile, biz Azərbaycanlı olaraq parçalanmasa, biz için azad, demokratik, düşünceli İran'a hakimiyyətin gəlməsi, idarə edən adamlar olması önemlidir. Mütləqdir bu. Yani bizim gələcək Azərbaycanımız üçün. Qaldı ki, o müharibənin getməsi, müharibə bilirsiniz, raketlərin atılması, raketlərin bırakılması,
indiki hal-hazırki müasir dövr elektron müharibə dövrüdür. Yəni onların atılması, yəni bir ərazinin bombardman edilməsi o demək deyil ki, o ölkənin məhvinə gətirmək, çıxarmaq deməkdir. Müharibə o vaxt olur ki, yəni quru qoşunları, yəni əskərlər əraziyə girir və torpağın azad olunması və yaxud da işğal olunması, yəni canlı qüvvət tərəfindən edilən vaxtda müharibə əsas mövqeyə gələcək. Mənim fikrim belədir. Yəni Amerika burada nəyi güdür? Amerika burada yəni və İsrail buradan güddükləri nədir? Məqsədləri nədir? Məqsədləri böyük İslam birliyinin, yəni böyük Türk birliyinin parçalanması. Yəni İran ətrafında rəsmi məlumatlara görə 47 minə qədər bu həmin ölkələrdə Amerikanın canlı qüvvəsi var. 47 minə qədər. Yəni bütün İran və bizim bütün şərq ölkələri dairə üzük formasında Amerika bazaları ilə əhatə olunub. Və bunların məqsədi İran və müsəlman ölkələrin birliyini bir-birinə qarşı ortmaq. Məsələn, İranın Səudiyyə Ərəbistanına, Səudiyyə Ərəbistanının İraka, yəni bu ölkələrin birliyini pozmaq məqsədləri budur. Yəni Amerikanın. Bildim, bax hansının birliyini pozub? Bir dənə İran o birliyin içində yoxdur da və yaxud İran Yox, belədir. Vahid bəy, xahiş edirəm fikrimi tamamlayın. Mən gələcəm o sözümü izah edeyim, o sözə gələcəm. Bilmən olub da sizə bizə söz haqqı deyəcəm Natiq, əzizim, bax belədir. Niyə pozur? Bax birlik deyəndə ki, yəni qarşıdurma yaradır. Bax qarşıdurma yaratmaq qarşıdurma yaradır. Qarşıdurma bax. İranla digər qonşu müsəlman ölkələr arasında qarşıdurma yaratma ilə birliyi pozmaq deməkdir. Fikrim çatırmı? Birlik olmasa belə, fikrim çatırmı? Ta ki qonşu yox biz, iki qonşu yox. Bir-birimizdən heç əlaqəmiz yoxsa. Nə xeyrinə gedir, nə şərinə gedir. Dəymə mənə, dəyməyim sənə. Ancaq bu müharibədə o ona dəyir, bu ona dəyir. Qarşıdurma yaranma bu adamların neytral vəziyyətdə duran qonşuların birliyinin pozulması deməkdir. Fikrim çatırmı? Ya buna gəlir. Yəni o bu nə Natiq, mən sözümü tamamlayım bir dəqiqə, icazə verir. Tamamlayın, gözləyirəm. Bax belədir. Bu nə ilə nəticələnir? Təxminən mən öz şəxsi qənaətimdir. Ola bilsin mənlə razılaşansın. Bu belədir. Müəyyən demək hərbi bazalar, hərbi obyektlər vurulacaq. Yəni İran tərəfindən və yaxud İranın ərazisində olan hərbi bazalar, yəni hərbi gücü zəiflətmək. Burada məqsəd budur. Və bizim orada demək Hörmüz boğazından olan orada İranın demək Hörmüz boğazından nəzarət edən İran torpağının 4 ada var orada. 4 ada var, ada. Yəni Hörmüz boğazından kesilməsinin tam təhlükəsinin təmin edilməsi. Amerikanın növbəti addımı həmən o 4 adalardan birini və ya bir neçəsini, fikrim çatırmı? Birini və bir neçəsini İran ərazisini olmasa belə o əraziləri əldə edilməsi və dünya neft bazasının dünya istehsalından 45-48% həmin Hörmüz boğazı ilə gedir burada, tankerlərə gedir. Nəzarəti əldə alınmasıdır. Mən müharibəni heç bir halda düzgün qiymətləndirmirəm. Yəni bu böyük itkilər deməkdir bu müharibə. İstər Azərbaycan xalqı üçün, istər digər ölkələr, İran üçün qarşı durmadır bu. Vahid əmi, çox gözləyirəm sənə, qurban olum. Konkret fikir qoydu ortaya, bayaqdan danışırsan əmi. Hörmətsiz yerəmək istəmirəm, sözünü kəsmək istəmirəm. Amma sən dedikcə bəzi nöqsanlar bıraxırsan, mən də ona irad bildirməliyəm. Nə nöqsanı? Bax, məsəl üçün, nöqsan buraxdın ki, Amerika gəlib İrana oradakı türkçülük və müsəlmançılıq ideologiyasını parçalamağa. İranda heç bir, qulaq as, İranda heç bir türkçülük imkan verdi. Natiq əzizim, mən düzah verim də verdiğin sualı bir-bir. Yox, irad bildirirəm, sual vermirəm. Hə, irad bildirsə iradıma cavab verim. Yox, iradı tam bildirməmişəm axı. Necə cavab verim? Mən nə deyim? Ver. Tam bildir. İranda türkçülük ideologiyası ola bilməz. Pan-türkçülük birbaşa edamdır. Hatta orada bir çox mitinqlərdə pan-türkçülük sloqanları paylaşan insanlar edam edilibdir.
Türkçülük ideologiyası. Qaldı ki Hə. Hürmüz boğazı dedin ki dünyanın 30% nefti oradan keçir. Xeyr, dəniz yolu ilə daşınılan neft dünya neftinin elə 30%-ni təşkil eləyir. Dəniz yolu ilə keçirilən neftin 30%-i Hürmüz boğazından keçir. Yəni bu belə baxanda dünyanın ümumi 15% nefti heç eləmir. Çox az bir şey eləyir. Ancaq bəli, iqtisadi cəhətdən onun qiymətini qaldırır. Ki belə hesablayaq. Dünya bazarında neftin hazırki Brent markalı neftin bir barelinin Əzizim, qiyməti nə baba, qədər? iradla cavab verim də, irad bildirdin. Sonra keçək o bir iqtisadi məsələləri. Bax belədir, əzizim. Mən burada demədim ki, yəni türkçülük, mən deyirəm ki, Yox, türkçülük bax, dedim. məni dinləyirsən, mən bölgə var, bölgə. Yəni orada müsəlman bölgəsi var. Yəni qonşu ölkələr arasında qarşıdurma yaradır. Türkçülük yəni İndi birləşmir. Asad dedim mi? Xeyr, yaratmır. İran faktı bugünkü gün öz Yaradır, nətər yaratmır? Səudiyyə Ərəbistanı vurur, Səudiyyə Ərəbistan İranı vurur. Niyə qarşıdurma deyil mi bu? Səbəbini deyirəm də, çünki İran nahaq yerə Səudi Ərəbistanın hava məkanını qanunsuz yerə pozur, oradakı hərbi bazalar. Niyə nahaq yerə? Niyə Səudiyyə Ərəbistandan İrana atılmır mı raketlər? Xeyr, atılmır. Hal-hazırda Sən kim dedi onu sənə atılmır? Ay qardaş, Adam imkan səndə verdi. o məlumat. Ay kişi, imkan ver izah edeyim. Xeyr, yalan Çünki deyirsən. orada onun hərbi bazası var Amerikanın. İmkan ver izah edeyim nəyə görə Buyur. vurur oranı. Bax, İrandan atəş açılan yer əsasən İsrailə gedir bütün raketlər. Sadəcə olaraq İranda hər İsrailə atılan 100 raketin 5 dənəsi gedib İsrailə çatır. Səbəbi odur ki, yerdə qalan o 95 raketi həmən ərazilərdə adı çəkilən ölkələrdə Bəhreyn olsun, Qətər olsun, Dubay olsun, o ərazilərdəki hərbi hava bazalarında olan zenit raket kompleksləri onları göydə vurur. Bəli, bu həqiqətdir. Ancaq həmən ölkələrdən İrana atəş gəlmir. Sadəcə Sənə kim dedi gəlməsin? Hardadır o məlumat sənə? İmkan Orada verir hərbi zəhmət. bazası var Ay Amerikanın. kişi, İranın vurma səbəbi özü rəsmi açıqlama verir ki, mən atdığım raket gedib hədəfə çatmır, ona görə vururam. Aydındır, ay əzizim, ay Natiq, əzizim, uzaq mənzilli raketlər var, yaxın mənzilli raketlər var. Raketlərin xarakterləri var, əzizim. Raketin uzaq mənzil olmağın mövzuya nə dəxli var? Mən deyirəm ki, Bəli, çox daxili var. Uzaq mövqe uzağı vura bilir. Yaxın da yaxını vura bilir. ay şey yox, burada İran ona görə həmən obyektlərə atəş açır ki, özü də ortaya atır səbəbini ki, deyir mənim atdığım raketlər gedib İsrailə çata bilməməyinin səbəbi həmən ərazilərdə olan hərbi O da bazalar. səbəbdir. Əsas deyil. Bəli, bilməyən Əsas qismi səbəb odur. belədir, doğrudur. Hal-hazırda İrana 2 yerdən raket gəlir. Amerikanın hərbi dəniz qüvvələrindən olan həmin gəmilərdən atəş açılır və İsraildən atəş açılır. Digər ölkələrin Hərbi ərazilərindən bazalardan da atəş açılır. atılır, əzizim. Xeyr, Bax belə Nəyə əsasən? Nəyə əsasən? Natiq əzizim, bax belədir. Bax informasiyanı sən hardan alırsan bilmirəm. Bax belədir. Tövsiyəm budur. Mən aldığım informasiyanı. Danışmaq var, maxı deyir mənə hər şeyi. Yalan deyirsiz siz. Əzizim, məni dinlə də, məni dinlə. Bax, Hə, buyur. məni dinləyirsən əzizim. Bax Bəli, belə qulaq as mənə. Demək, bax dedim ki, müharibə aparan ölkələr, yəni olan bütün məlumatlar tam məxfiləşdirilib. Yəni o informasiyanın, yəni o Yaxşı, bəs məxfi olan bir şey sən necə öyrənə bilərsən? Ya mən əzizim, qulaq, məni dinlə deyirəm. Sepah sizə məruzəm eləyir, Vahid müəllim. Dinləmirsən axı əzizim, məni dinlə, tam dinlə də. Mən Bulutxan kişi deyiləm, əzizim, məni dinlə. Mən kifayət qədər xalqımı, dövlətimi, millətimi sevən adamam. Və məni dinlə. Bax belədir. Bu informasiyanın doğru düzgünlüyünü əmin olmaqdan ötürü informasiya mənbələrinin bir neçə kanallardan yoxlamaq lazımdır. Fikrim çatırmı? Yəni, bəli, hal-hazırda dövrdə demək, belədir, bütün ölkələrin telekanalları var. Yəni, bunlara baxmaq, dinləmək. Dezinformasiya nə deməkdir, Vahid bəy? Əzizim, mənə informasiya öyrətmir. Natiq, sən məni tanımırsan. Mənə informasiya sözü öyrətmir. Bildi, səni mən niyə tanımalıyam? Sənə fikrimdən... Tanımalısan, çünki tanımalısan ki, qarşındaki adamı tanımalısan sən. Yox, ona deyil, sizə hörmətsizlik. Yox, bir dəqiqə, üzr istəyirəm, sizə hörmətsizlik mi eləmişəm? Hörmətsizlik edə bilməsin mənə. Mən burada Samir bəy var. Nə hörmətsizlik edirsən? Edə bilməzsən. Çünki ona haqqı mən sənə vermirəm. Hə, buyur. O haqqı sənə vermirəm. Çünki mən sənin səviyyəndə deyiləm. Sənin səviyyə düşün, mən hörmətsizlik yaratmaram burada. Mən səviyyəsizəm yəni. Yox, sən deyirsən ki, hörmətsizlik edin, mən sözünün cavabını verirəm. Yox, deyirsən ki, mən sənin səviyyənə düşə bilmərəm. Məntiqli, mənalı danışmaq əzizim. Yox, xumuşun tərəfdarı olan sən səviyyəsiz olan mən.
Natiq, mənim sözümü Bu nə kəsirsən sən. düşüncə Samir bəy? Deyirəm ki, hərbi bazaların vurulma səbəbi aşkardır da. İzah edirəm ki, İran iddia edir ki, mənim İsrailə atdığım 100 dənə raketin 5-i gedib İsrailə çatır. Yerdə qalan 95-ini həmin Qətərdə, Bəhreyndə vurduğum ölkələrdəki hərbi bazalar tərəfindən zərərsizləşdirildi. Hərbi bazaları kimin arasındadır? İmkan ver də, bir də xahiş edirəm. Buyur. Hə. Ancaq Vahid əmi deyir ki, həmin ərazilərdən İran ərazilərinə raketlər buraxılıb. Bu Bəli, sizcə atılır. bu doğrudur, doğru deyil Samir bəy. Bəli, o doğrudur. Bax belədir. Bax, O necə doğrudur? əzizim, Yox, elə məni şey dinlə. yox. Natiq dinlə, Natiq dinlə, söz fikri söylədim, bax belədir, əzizim. Demək, sən dediyin fikirlə bəlkə qismən razılaşdım. Yəni İsrailə atır, İsrailə atılan raketləri o demək zərərləşdirən ərazi harda, kimin arasında yerləşdirir? Həmin ərəb ölkələri arasında yerləşirmi? Hərbi bazada yerləşir. Hərbi baza orada yerləşirmi? Bəli. Nə dəxli var ki, hərbi baza Səudiyyə Ərəbistanının ərazisindədir, eləmi? Məni dinlə də əziz, məni dinləmirsən axı əziz. Məni dinlə, sonra sən çekilir. Samir bəy, kimsə mənim hava məkanımı poza bilərmi qanunla? Əzizim, sən Raket qalxmayıbsa, sənin torpağının hava məkanını pozmamışamsa, sən mənim hava məkanını nətər, onun hava məkanını pozub, həmən ölkənin üzərindən İsrail nətər gəlir ora? Qardaş, hava məkanını pozmayır mı? Bax, izah edirəm. Hava məkanını pozmayır mı o? Qulaq as, bunun səbəbi... İsrail atan bombalar kimin arasından gəlir? Bax, çox gözəl... Niyə, əzizim Natiq, niyə həmən Amerika raketləri, üzr istəyirəm, həmin Amerika İsrail raketləri, həmin bizim qonşu dediyimiz, türk dediyimiz, can dediyimiz, qardaşlarımızın başının üstündən keçib, gəlir İran arasından keçə bilir, ona icazə verilir. Səbəbi odur. Lakin İsrail'e atan Yahudi bildiğimiz, düşman bildiğimiz ülkeye atan mermini orada o təxrid olma icazə verir. Hansı qanun verilirlər, hansı beynəlxalq normaya uyğundur? Sual verdin, nəyə görə belədir? Gözəl sual verdin. İndi icazə ver. Səbəbi odur ki, İran vaxtında düzgün stratejik həmlə seçməyib, o müsəlman ölkələri vaxtı ikən zəif idi, o ölkələrə vaxtında sülhməramlı ordu yerləşdirməyib, əlaqələrini mükəmməlləşdirməyib, möhkəmləşdirməyib, lazım o, bax qəşəng sual versən, deyirsən necə olur ki, İsrailin atdığı raket həmən ölkələrin havasından keçir gəlir İranı vurur, düzdürmü? Nəyə görə həmən ölkələrdə İranın hərbi bazaları yoxdur, Amerika hərbi bazaları? Bax, ona görə Molla rejimin mən pisliyirəm. Ay, sağ ol, bəs mən... Tamam, görürsən mi? Mən Bulutxan deyiləm, qardaşım. Molla rejimini pisliyirəm. Söhbət Bulutxandan getmərək var, vahiddir, dəxli yox. Mən məsələsini deyirəm mən. Bax, belədir, əzizim. Bəli, Molla rejimini, hazırki Molla rejimi bizim Azərbaycan milliyimizin, türklüyümüzün böyük bir ziyandır, böyük bir qəbahətdir. Lakin bu qəbahəti aradan qaldırılması Amerika bilərəkdən bizim həmən İranla qonşu olan, bax dedi mənə sözümdə siz nöqsan tutdun. Yəni həmrəy olmaq istədiyimiz dövlətləri bir-birinə qarşı vurur. Oturun mənim qonşumun həyətindən müsəlman ülkəsi. Məni dinlə, tam fikrimi tamamlayayım əzizim. Mənimlə qonşu olan və yaxud arası